Maqnit qütblərinə aid olan əlamətləri müəyyən edin. Bildiyimiz kimi 2 cür qütbümüz var. Bir coğrafi qütblərdir, bir də maqnit qütblərimiz. Bəndlərimizə nəzər salaq. Coğrafi koordinatlar yoxdur yazıb. Xeyr, maqnit qütblərinin də, coğrafi qütblərində koordinatları olur və burada gördüyünüz kimi yanlışdır deyə bunu doğru bənd kimi biz seçim etməyəcəyik. Yerlərini şərqə və qərbə doğru dəyişdi. Bəli, il ərzində maqnit qütbləri qərbə, şərqə doğru 5-6 kilometr istiqamətlərini dəyişirlər və bu bizim doğru bəndimiz olacaqdır. Demək, coğrafi meridianlar buradan başlayır. Xeyr, coğrafi meridianlar deyil, maqnit meridianları buradan başlaya bilər. Ona görə biz onu doğru bənd kimi saymayacağıq. Yerin coğrafi oxunun yer səthinə çıxdığı nöqtələrdir. Yerin xəyali oxunun coğrafi oxunun yer səthinə çıxdığı nöqtələr, bunlar coğrafi qütblər adlanır deyə bu yanlış bənddir. Kompasın əqrəbi onlara doğru istiqamət. Bəli, bildiyimiz kimi kompasın oxu bizə şimalı və cənubu bildirir ki, yarımkürədən asılı olaraq və bu da maqnit qütblərinə yönəlir. Demək ki, bizim burada doğru bəndimiz 2 və bir də 5 bəndləri olacaq.